hesab edirəm ki, Azərbaycanın Zirə bölgəsindən gələn xiyarlar, kənd təsərrüfatı məhsulları çox ləzzizdir. Mən onları çox sevdim. Bəli, indi bildin nə üçün bərəkətli zirə torpaqları deyirəm. Mən bu sözü boşuna qeyd eləməmişdim ki, Zirənin havası, suyu, dənizi, torpağı, yəni həqiqətən də bərəkətli zirə torpaqları. Bəli, bunu artıq Serbiyanın prezidenti də cənab prezidentimizlə görüşdə qeyd edib, hiss edib o da ki, doğrudan da buralar çox bərəkətli torpaqlardır və havasından da, suyundan da təmiz insanları, saf insanları var Zirənin həqiqətən də. Zirə həmişə bizə əziz olub. Dənizinə də, elə Zirənin dənizinə gedirəm mən özüm də. Burada bu bağı mən boşuna qeyd eləməmişəm. 2 gün əvvəl paylaşmışdım bu bağı mən. 10 sotun içindədir, həyətində parniki də var. Sən də istəsən gəlib o parniki bərpa edib, xiyar, pomidor filan, müxtəlif tərəvəzlər, meyvələr və yaxud da gül çeşidləri əkə bilərsən inşallah. İçində belə bir ev də var, köhnə evdir. Yəni köhnə tikili olsa da beton evdir. Bağ evidir də, yəni əsl bağ evi, kənd həyatı istəyirsənsə, sən bu bağ evini almalısan əlbəttə ki. Hələ bura baha deyənlər də var. Qiyməti 95.000 manatdır əziz müştərilərim. Yenə də yaxşı endirim olunacaq Allahın izni ilə. Əlbəttə ki, real insan, real danışan insan ev sahibi ilə yerində danışmalıdır bunu. Qiyməti yerində danışıb razılaşmalıdır. Özü bütün hər bir şey yəni yerində görməlidir. Əlaqə nömrəm səhifənin başlığında var. Zəng eləyin, bütün reallıqları gözlə göstərir sizə inşallah. Konum istəyirsənsə konum da göndərə bilərəm. Bağın ərazisinə baxa bilərsən. Dəniz yoluna gedən yoldadır. Əlaqə saxla. Səhifənin başlığında nömrəmiz var. Özünə yaxşı bax. Hələlik.